Hamıya salam. Bugünkü videoda 6-cı sinif riyaziyyat dərsliyindən 1-ci yarımil üzrə ümumiləşdirici tapşırıqların izahını paylaşacağam. Bundan əvvəlki videoda 1-dən 10-a qədər olan çalışmaların izahını paylaşmışdım. Bugünkü videoda isə 11-dən 20-yə qədər olan çalışmaların izahını paylaşacağam. İzahlara keçməmişdən qabaq, əgər bu cür videoların daha çox gəlməsini istəyirsinizsə, abunə olmağı unutmayın. Başlayaq sualların izahına. 11-ci sual. Boş xanaya uyğun ədədi müəyyən edin. Bu sual tənasüb haqqındadır. Tənasübün qaydası belədir ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olur. Burada 5 və 60 kənar həddir, 12 və x orta həddir. Yazaq. Kənar hədlərin hasili, yəni 5 vurulsun 60 bərabərdir orta hədlərin hasilinə, yəni 12 vurulsun x. Buradan x-i tapaq. Hər tərəfi 12-yə bölsək, burada 5 qalar. X-in qiyməti olacaq 5 vurulsun 5, yəni 25. B variantına baxaq. Bura bir A yazaq. A böl 7 bərabərdir 6 böl 21. Bunu başqa üsulla yaza bilərik. 7-ni 3-ə vurublar. 21 alınıb. Deməli, A-nı da 3-ə vuranda 6 alınıb. A-nın qiyməti neçə olar? 6 bölünsün 3, yəni 2. Birinci üsul budur. İkinci üsul isə budur. C variantına baxaq. C variantına baxanda görürük ki, bunlar bərabər kəsirlərdir. 11-i neçəyə vurublar? 44 eləyib. 4-ə. Deməli, 3-ü də 4-ə vursaq, 12 eləyər. Cavabı tapdıq. 24 böl 3 bərabərdir 5,6 bölünsün x. Bunu isə belə yazaq. 24-ü 3-ə böləndə 8 eləyər. 8 bərabərdir 5,6 bölünsün x. Buradan x-i necə taparıq? 5,6-nı bölərik 8-ə. Cavab olur 0,7. On ikinci sual. Şəkildə EOB açıq bucağı və onun təpəsindən keçirilmiş daxili şüaları verilmişdir. Nisbətləri tapın. Nisbətləri tapmamışdan qabaq şəkil üzərində bu bucağın qiymətini hesablayaq. Bilirik ki, açıq bucağın dərəcə ölçüsü 180 dərəcədir. Bura 60, bura 40-dırsa, bu ikisinin cəmi olacaq 100. 180-dən 100-ü çıxsaq, onda AOY bucağının qiyməti olacaq 80 dərəcə. İndi isə nisbətləri hesablayaq. A variantına baxaq. Bucaq AOB, yəni bu bucaq bölünsün bucaq AOS. Bu. Yəni 100 bölünsün 40. On böl 4 hər tərəfi 2-yə bölsək, nisbət olacaq 5 bölünsün 2. B variantına baxaq. Bucaq AOB bölünsün bucaq COB. Bucaq AOB bayaq da dedik ki 100 dərəcədir. 60 üstə gəl 40, 100. Bölünsün bucaq COB. Yəni bura 60 dərəcə. Sıfırları ataq. 10 bölünsün 6. Hər tərəfi 2-yə bölsək, doğru cavab olacaq 5 bölünsün 3. C variantına baxaq. Bucaq BOY. Yəni açıq bucağın özü bölünsün bucaq AOY. Yəni 80. Açıq bucağın özü 180 dərəcədir. Bunu da 80-ə bölək. Sıfırları atırıq. Hər tərəfi 2-yə bölürük. 9 bölünsün 4. D variantına baxaq. Bucaq BOS. Yəni bu bucaqla bucaq EOS. Bu bucaq. BOS 60 dərəcədir. YOS isə 80 üstə gəl 40. 120 dərəcədir. 60 bölünsün 120 bərabərdir. Hər tərəfi 6-ya bölsək, 1 bölünsün 2 nisbəti qalır. 13-cü sual. Tənasübün əsas xassəsindən istifadə etməklə məchulu tapın. Tənasübün əsas xassəsini bir daha vurğulayıram. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. A variantını hesablayaq. A variantında bunlar kənar həddir, bunlar isə orta həddir. İndi bunların hasilini tapaq.
2 vurulsun x üstəgəl 7 bərabərdir 4 vurulsun 5. 2x üstəgəl 14 bərabərdir 20. 2x bərabərdir 6. X'in qiyməti olur 3. A variantında x'in qiyməti oldu 3. B variantına baxaq. B variantında da bunlar kənar hədlərdir. Bunlar isə orta hədlərdir. Hasilini tapaq. 3 vurulsun 14 bərabərdir 7 vurulsun x üstəgəl 2. Hər tərəfi 7-yə bölsək burada 2 qalar. 3 vur 2 6 bərabərdir x üstəgəl 2. X'in qiyməti olur 6 çıx 2, yəni 4. C variantına baxaq. C variantında da bunlar kənar hədlərdir. Bunlar isə orta hədlərdir. Hasilini tapaq. 6 vur 21 bərabərdir 7 vurulsun 21 çıx y. Hər tərəfi 7-yə bölə bilərik. Burada 3 qalır. 21 çıx y bərabərdir 6 vur 3, 18. Y-in qiyməti olur 3. D variantını hesablayaq. Bunlar kənar hədlərdir. Bunlar isə orta hədlərdir. 13 vurulsun y çıx 1 bərabərdir 6 vurulsun 26. Hər tərəfi 13-ə bölsək, burada 2 qalar. Y çıx 1 bərabərdir 6 vur 2, 12. Y-in qiyməti olur 12 üstəgəl 1, 13. 14-cü suala baxaq. Boş xanaya 50 ədəd tapın ki, alınan 4 ədəddən tənasüb qurmaq mümkün olsun. Bunun üçün verilən ədədlərdən ikisini orta hədd götürürük, digər ikisini kənar hədd. 3 və 8 olsun kənar hədlər. 3 vur 8 bərabərdir 5 vurulsun x. Buradan x'i tapaq. 5x bərabərdir 8 vur 3, 24. X'in qiyməti olacaq 24 bölünsün 5. 4,8. B variantına baxaq. Burada da 6 və 8-i kənar hədd kimi götürsək 6 vur 8 bərabərdir 4 vurulsun x. X bərabərdir 6 vur 8, 48 böl 4, 12. C variantına baxaq. Burada da bunları 1 götürək, bunları 1 götürək. 12 vur 20 bərabərdir 15 vurulsun x. Hər tərəfi 5-ə bölsək burada 3 qalar, burada 4 qalar. Burada da 3-ə bölsək 4 qalır. Deməli x'in qiyməti olur 4 vur 4, 16. D variantına baxaq. Burada isə bu ikisini 1, bu ikisini 1 götürmək olar. 20 vur 24 bərabərdir 30 vurulsun x. Sıfırları ataq. Hər tərəfi 3-ə bölsək burada 8 qalar. X'in qiyməti olur 2 vur 8, 16. 15-ci suala baxaq. Tənasüb qurmaqla suallara cavab verin. A variantı. 24 kiloqram albalıdan 8 kiloqram şiri alınır. 5 kiloqram şiri almaq üçün nə qədər albalı lazımdır? Albalının miqdarını yuxarıda yazacağam. Alınan şirənin miqdarını isə aşağıda. İndi tənasüb quraq. 24 kiloqram albalıdan 8 kiloqram şiri alınırsa, 5 kiloqram şiri almaq üçün nə qədər albalı lazımdır? X bərabərdir 24 vurulsun 5 bölünsün 8. 3 vur 5, 15. Deməli A variantının cavabı oldu 15. B variantına baxaq. 3 saata 12 detal hazırlayan usta 40 detalı neçə saata hazırlayar? Yuxarıda saatı yazıram, aşağıda detalı. 3 saata 12 detal hazırlayırsa 40 detal neçə saat hazırlayar? X. X bərabərdir 3 vurulsun 40 bölünsün 12. Hər tərəfi 3-ə bölək, aşağıda 4 qalır, 40-ı da 4-ə böləndə 10 edər. Deməli B variantının cavabı olur 10. C variantına baxaq. Dərnəkdə məşğul olan qızların sayı ilə oğlanların sayı 7/8 nisbətindədir. Dərnəkdə 16 oğlan olarsa neçə qız var?
Yuxarıda oğlanların sayını, aşağıda isə qızların sayını yazın. Qızların sayı ilə oğlanların sayı 7/8-dir. Qızlarınki 7-dir, oğlanlarınki 8. Bərabərdir. Dərnəkdə 16 oğlan var. 16 yazıram yuxarıda. Neçə qız var? X. Buradan da x bərabərdir. 7 vur 16 bölünsün 8. 2 qalır. 7 vur 2, 14. Deməli, C variantının cavabı da oldu 14. 16-cı sual. Yer üzərində ən böyük qartal Cənubi Amerikada rast gəlinən harpiyadır. 1/90 nisbətinə çəkilmiş şəkildə harpiyanın qanadları arasındakı məsafə 2,5 sm olarsa, onlar arasındakı həqiqi məsafə nə qədərdir? Maraqlı sualdır. 1/90 nisbətinə çəkilmiş şəkil nə deməkdir? Yəni, şəkildə 1 sm, realda 90 sm deməkdir. 1/90 bərabərdir. Şərtdə yazılıb ki, şəkildə 2,5 sm-dir. Deməli, bura 2,5 yazırıq. Çünki 1 şəkildə olan ölçüydür. Bölünsün x. X bərabərdir 90 vur 2,5. X-in qiyməti olacaq 225 santimetr. 17-ci sual. Hansı cəmiyyətlər arasındakı asıllıq düz, hansılarda isə tərs mütənasibdir? A variantına baxaq. Kvadratın perimetri ilə onun tərəfi. Kvadratın perimetri P bərabərdir 4A düsturu ilə tapılır. Baxırıq ki, tərəfi nə qədər artırsaq, perimetri də o qədər artacaq. Deməli, kvadratın perimetri ilə onun tərəfi düz mütənasib asıllıdır. B variantına baxaq. Bərabər sürətlə hərəkət edən avtomobilin getdiyi yol ilə hərəkətdə olduğu zaman sürətin düsturu V bərabərdir. S bölünsün T ilə tapılır. Bərabər sürətlidir. Deməli, sürəti sabitdir. Avtomobilin getdiyi yol S-dir, zaman T-dir. Nisbət şəklində olan cəmiyyətlər bir-biri ilə düz mütənasibdir. Zaman nə qədər çox olsa, gedilən yolda o qədər çox olur. Bunun da cavabı oldu düz. C variantına baxaq. Malın ümumi məbləği ilə bir vahidinin qiyməti. Fərz eləyək ki, 1 kiloqram almanın qiyməti 2 manatdır. Əgər mən 5 kiloqram alma almaq istəyirəmsə, 5-i 2-yə vuracam, olacaq 10 manat. Əgər 1 kiloqram almanın qiyməti 3 manatdırsa və mən 5 kiloqram alma almaq istəyirəmsə, onda 5-i 3-ə vururuq 15. Yəni, 1 kiloqram nə qədər çox olsa, malın ümumi məbləği də o qədər çox olacaq. Qısacası düz mütənasib asıllıdır. D variantına baxaq. Cismin kütləsi ilə onun həcmi. Yenə almalardan nümunə çəkə bilərik. Bir qutunun içərisində 5 dənə alma var, ikinci qutunun içərisində 10 dənə alma var. Əlbəttə ki, 10 dənə alma olan qutu daha ağırdır və daha böyükdür. Ona görə də cismin kütləsi ilə onun həcmi düz mütənasib asıllıdır. Yəni, qutunun ölçüsü nə qədər böyükdürsə, onun kütləsi də o qədər çox olur. 18-ci sual. Cədvələ əsasən x və y dəyişənləri arasında düz və ya tərs mütənasibliyi müəyyən edin, cədvəli tamamlayın. A variantına baxaq. Görürük ki, x-in qiyməti nə qədər artırsa, 5, 6, 7, y-in qiyməti də artır. 20, 28, 44. Yəni, bu cəmiyyətlər bir-biri ilə düz mütənasib asılıdır. İndi isə cədvəli dolduraq. 5-i 4-ə vururuq, 20 edər. 7-ni 4-ə vururuq, 28 edər. Deməli, 6-nı da 4-ə vuranda 24 edər. Bir də nəyi 4-ə vuranda 44 edər? 11. Cədvəldə doldurduq. B variantına baxaq. B variantında x-in qiyməti azalır. 15, 5, 2. Amma y-in qiyməti artır. 4, 12, 10. Deməli, birinin qiyməti artır, o birisinin qiyməti azalır. Bunlar tərs mütənasib asılı olur. Tərs mütənasib asılılığın düsturunu belə yaza bilərik. Y bərabərdir k bölünsün x. K burada sabit ədəddir. Gəlin yoxlayaq. 15-i 4-ə vuranda 60 eləyir. 5-i 12-yə vuranda da 60 eləyir. Deməli, 2-ni nəyə vurmalıyıq ki, 60 eləsin? 30-a.
Bir də nəyi 10-a vuranda 60 eləyər? 6. Baxın, 15 vur 4, 60, 5 vur 12, 60, 2 vur 30, 60, 6 vur 10, 60. Cədvəldə doldurduq. Ardına baxaq. Burada x 5 idi, sonra 4 oldu. Yəni x-in qiyməti azaldı. Y-ə baxaq. Y 8 idi, sonra 10 oldu. X-in qiyməti azaldı, amma Y-in qiyməti artdı. Deməli, bunlar tərs mütənasib asılıdır. Biz də dedik ki, tərs mütənasib aslı kəməklərin hasili sabit olur. 5 vur 8, 40. 4 vur 10, 40. Bəs 2-ni neçəyə vuranda 40 edər? 20-yə. 20-ni də 2-yə vuranda 40 edər. Gördünüz, hamısının hasili 40 elədi. D variantına baxaq. X 6 idi, sonra 12 oldu. Yəni artdı. Y 18 idi, 36 oldu. Bu da artdı. Deməli, bunlar düz mütənasib asılıdır. 6-nı 3-ə vurduq, 18 elədi. 12-ni 3-ə vurduq, 36 elədi. 2-ni 3-ə vuranda 6 eləyər. Bəs nəyi 3-ə vursaq 21 eləyər? 7. 7-ni də 3-ə vuranda 21 eləyər. Cədvəli tamamladıq. 19-cu suala baxaq. Şəkildə bərabər sürətlə hərəkət edən avtomobilin getdiyi yolun zamanın asıllıq qrafiki verilib. Avtomobil qeyd olunmuş zamandan sonraki 3 saatda daha neçə kilometr yol gedər? Sürətin düsturunu yazaq. V bərabərdir S bölünsün T. Gedilən yolun zamana nisbəti. Cədvələ əsasən bunu hesablayaq. Gedilən yol 150 kilometrdir. Zaman isə 5 saatdır. 150 bölünsün 5. 30. Deməli, bunun sürəti 30 oldu. Bizdən soruşur ki, növbəti 3 saatda daha neçə kilometr yol gedər? Sürəti tapdıq 30-dur. Yeni zamanımız 3-dür. Bizdən S-i soruşur. S-i necə taparıq? S bərabərdir V vurulsun T. Yəni 30 vurulsun 3. Cavab 90 kilometr. 20-ci suala baxaq. Suallara cavab verin. 500 manat pulu 2 işçi arasında 12/13 nisbətində necə bölmək olar? Buna 12K deyək, buna 13K deyək. 12K üstəgəl 13K cəmi 500 manat eləyir. 25K bərabərdir 500. K-nın qiyməti olacaq 500 bölünsün 25. Yəni 20. İndi baxaq. K-nı 20 tapdıq. Birinci işçi 12K. Yəni 12 vurulsun 20. 240 manat alar. İkinci işçi isə 13K idi. 13 vurulsun 20. Yəni 260 manat alar. B variantına baxaq. 400 metr uzunluqda kəndiri 6, 8, 11 nisbətində 3 hissəyə necə bölmək olar? Yenə hər birinin yanına K yazaq. 6K üstəgəl 8K üstəgəl 11K bərabərdir 400 metr. Cəmi 400 metrdir uzunluq. 6 üstəgəl 8, 14 üstəgəl 11, 25K bərabərdir 400. K-nın qiyməti olacaq 400 bölünsün 25. 16. İndi isə hər birini ayrı-ayrılıqda tapaq. 6K, yəni 6 vurulsun 16 olacaq 96 metr. 8K olacaq 16 vur 8, 108. 11K olacaq 16 vurulsun 11, yəni 176. 176. C variantına baxaq. 9 litr məhlulu 3, 5, 4 nisbətində 3 qaba necə ayırmaq olar? Yenə hər birinə K yazaq və hesablayaq. 3K üstəgəl 5K üstəgəl 4K bərabərdir 9. 12K bərabərdir 9. K-nın qiyməti olacaq 9 bölünsün 12. Hər tərəfi 3-ə bölək 4-də 3. Yəni 0,75 litr. Hər birini ayrı-ayrılıqda hesablayaq. 0,75 vurulsun 3.
olacaq 2 tam %25 litr. 0 tam %75 vurulsun 5 olacaq 3 tam %75 litr. Daha sonra 0,5 vurulsun 4. Yəni 3 litr. D variantına baxaq. 34 kiloqram unu 5, 4, 1 nisbətində 3 torbaya necə ayırmaq olar? 5K, 4K, 1K. Otuz dörd, 5 ilə 4, 9 ilə 1, 10. 10K 34 edər. K'nın qiyməti olar 34 bölünsün 10. Yəni 3,4. Ayrı-ayrılıqda hesablayaq. 3,4 vurulsun 5. 17 kiloqram. İkinci torbada olana baxaq. 3,4 vurulsun 4. 13,6 kiloqram. 3,4 vurulsun 1K olacaq 3,4. Birinci torbada 17 kiloqram, ikincidə 13,6 kiloqram, üçüncüdə isə 3,4 kiloqram un var. Növbəti 10 sualın izahı isə bundan sonraki videoda paylaşılacaq.